SaaS startapları hansılardır və onlar yolun sonuna gəliblər? Gəlin bu videoda SaaS-ın nə olduğundan danışaq. SaaS dedikdə Software as a Service başa düşülür. Yəni proqram təminatı xidmət kimi. Sadə dildə desək, keçmişdə proqramı disklərdə alırdıq və bir növ o diskləri aldıqdan sonra və kompüterimizə yüklədikdən sonra proqram olurdu bizim. Amma artıq yeni üsul tapılıb. Proqramı satmırlar, bizə proqramı müəyyən dövr üçün istifadə etmə haqqı satırlar. Proqramı ömürlük olaraq aldıqda həm istehsalçı tərəfdə, həm də istehlakçı tərəfdə bəzi problemlər yaranırdı. Proqramın yenilənməsi məsələləri, saxlanılması məsələləri və s. Və SaaS üsulu ilə bu problemlər böyük ölçüdə həll oldu. SaaS modelində proqrama abunə oluruq, ayda və ya ildə bir dəfə ödəniş edirik. Misal üçün, Notion bir SaaS platformasıdır. Gmail, Trello, Slack bunlar hamısı SaaS platformalarıdır. Baxmayaraq ki, bu məhsullar başqa-başqa problemləri həll edir, hamısını birləşdirən bir ortaq cəhət var ki, onlar abunəlik əsasında və proqram təminatını xidmət kimi istehlakçıya çatdırmaq məsələsində eyni tiplidirlər. Bu model istehlakçı üçün də sərfəlidir. Böyük məbləğ ödəmədən məhsulu istifadə etmə haqqı qazanır, istədiyi vaxt abunəliyi dayandırır və aldığı məhsul davamlı inkişaf edir. İstehsalçı üçün isə davamlı və planlana bilən gəlir əldə edir, eyni zamanda məhsulu davamlı inkişaf etdirmək üçün motivasiyalı olur. Amma açığını deyək, developerlar üçün, şirkətlər üçün SaaS məhsulunun çörəyini yemək bir başqa şirindir. İndi gəldik əsas suala. Bu model həmişə işləyəcəkmi? Bu videoda SaaS-ın nə olduğunu başa düşdük. Növbəti videoda isə bu modelin qarşılaşdığı çətinlikdən danışacağıq. Həqiqətən SaaS startaplarının sonu gəlib, yoxsa baş verən başqa bir şeydir? Sağ olun, sağlıqla qalın. Növbəti videoda görüşənədək.